Soruşursunuz ki, qidadan gluteni kəsmək arıqladırmı? Əslində, glutenlə arıqlama və ya kilo arasında birbaşa əlaqə yoxdur. Sadəcə vacib məsələ nədən ibarətdir? Glutenli qidalar adətən glikemik yükü yüksək olan qidalardır, taxıllardır. Gluten taxılların, buğdanın və buğda kimilərin təbii bir peptididir, təbii zülal komponentidir. Bəli, kiməsə gluten ziyan verə bilər, kimdə çölyakiya xəstəliyi varsa, çölyak xəstəliyi varsa, tamamən gluteni xaric etməlidirlər və ya hansısa səbəbdən gluten həssaslığı varsa, bu insanlar gluteni xaric etməlidir. Amma sadəcə gluten yeməyib də və müvafiq olaraq taxılları çıxardan insanlar kilonun düşdüyünü görəcəklər. Çünki bir daha xatırladıram, taxıllar, taxıl kimilər ən yüksək glikemik yükü olan qidalar kateqoriyasındadır. Yəni, sadə dillə desəm, taxılların hamısının, istər düyü, qarabaşaq, buğda, hamısının tərkibində şəkər miqdarı yüksəkdir. Şirin olmasa da yeyildikdən sonra qanda qlukozaya keçir, bu kilo almağa gətirə bilər. Ona görə glutenli və ya glutensiz taxılları çıxardırsınızsa, bu sizdə kilonu aşağı sala bilər. Bu demək deyil ki, siz glutenə görə kilo verdiniz.